Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Həmd olsun aləmlərin Rəbbi olan Allahımıza. Keçən dərs biz silsilə bəhs olan arzular mövzusunda danışmışdıq ki, arzular barəsində söhbətləmişdik. Uzun uzadı arzular və onların insana verdiyi zərərlər, problemlər bu haqda danışmışdıq və qəlbimizi xarab etdiyini, axirət evini bərbad etdiyini göstərməyə çalışdıq. Bugünkü mövzumuz yenə Əmir-əl-Müminin Əli əleyhissalamın övladı Həzrəti İmam Həsən-i Müctəba əleyhissalama olan vəsiyyətidir, bir növ Nəhcü Bəlağə dəstərindəndir. Saf qəlb mövzusudur, yəni saf qəlb mövzusudur dərsimiz. Nəhcü Bəlağədə yazır ki, Əli əleyhissalam buyurur: Zəkki qalbəkə bil ədəbi kəmə tuzəkkin naru bil hətab. Qəlbini ədəblə pak və işıqlı et. Və lə təkun kəhatibil leyli və qişais seyli və kufrun nə'mətil lu'mun və suhbətul cahilin şu'mun. Necə ki, alavı odunla şölələndirərlər, gecə odunçusu sel üstə çör-çöp kimi olma. Yəni, gecə odunçusu olma, bir də sel üstündə çör-çöp kimi olma. Nemətə qarşı nankörlük, naşükürlük, alçaqlıqdır və cahillə yoldaşlıq bədbəxtlikdir. Mühüm mesajlar verir. Xüsusən burada 4 əsas məsələ bizi cəlb edir. Xüsusən 4 əsas məsələni burada vurğulamaq istəyirik. Gecə odunçusu nədir? Sel üstündə çör-çöp kimi olma nədir? Nemətə qarşı nankörlük buyurur ki, naşükürlük alçaqlıqdır və cahillə yoldaşlıq bədbəxtlikdir. Peyğəmbər və ali Peyğəmbər salavatla yad edək. Allahümmə salli alə Muhammed və ali Muhammed və əccil fərəcəhum. Dərsdən bir neçə mühüm məqamları istəyirik sizlərə çatdıraq. Bu dərsin mövzusu əslində genişdir. Ümid edirəm ki, başa düşəcəyimiz dildə bir dərs olar, anlaya biləcəyimiz dildə dərs olar. Əmir-əl-Müminin Əli əleyhissalam, baxın, çox həssas məsələlərə toxundu. Dedi, qəlbini ədəblə pak və işıqlı et. İlk mesajı bu oldu. Keçən dərslərdə də biz demişik, bu əslində bu mesajlar bizədir. Nəinki Həzrəti İmam Həsən Müctəba əleyhissalam. Əslində bizədir. Çünki bunların hamısına zaten İmam Həsən əleyhissalam riayət eləyirdi. Deməli, mesaj bizim üçündür, xəbərdarlıq bizim üçündür. Qəlbini ədəblə pak və işıqlı et. Yəni, istəyirsən qəlbin saf olsun, qəlbin pak olsun, qəlbində pis niyyətlər olmasın, əvvəla onu ədəblə işıqlandır, ədəblə paşılandır. Necə ki, alovu odunla şölələndirərlər, odun yanması üçün, alovlanması üçün odun lazımdır. Alovun daha da geniş hal alması üçün odun mütləq lazımdır. Odun yanmaqla şölələn işıq saçır. Amma sən çalış gecə odunçusu olma. Sel üstündə çör-çöp kimi olma. İstəyirəm bu dərsin o izahını, bunun ağırlığını gəlin bir neçə kateqoriyaya bölək. Əvvəla qəlbin alovlanmaz. Biz bilirik ki,
hər bir iş müəyyən bir mexanizmə bağlıdır. Məsəl üçün, maşının irəliləməsi üçün əsas məsələ benzinə, mühərrikə və təkərlərə ehtiyac var. Yəni, bu üç şeylə maşın idarə olunur. Ola bilər, hətta maşın bir qapısı olmasa belə maşın gedə bilər. Maşını iki qapılı da sürmək olar, tək qapılı da sürmək olar. Əsas nədir bu da? Benzin yanacaq, mühərrik və təkərlərdir. Hər bir işin ərsəyə gəlməsi üçün bir mexanizm var. Hərəkətə gətirən bir mühərrik var. Əmir əl-Müminin əleyhissalam sanki burada buyurur və elə bu cürdür də qayda ki, qəlbin də yanacağı ədəbdir. İstəyirsən ki, qəlbin odlansın, alışsın, qəlbin işıq saçsın, gərək qəlbivi ədəbləndirəsən, qəlbivi ədəblə işıqlandırasan. O zaman sənin qəlbin pak olar, nurani olar. O zaman qəlbin yad ünsürləri ora qəbul eləməz. Əmir əl-Müminin əleyhissalam buyurdu ki, dedilər, Əlican, necə oldu ki, qəlbivə başqa məhəbbətləri daxil etmədin? Buyurdu ki, durdum qəlbin qapısında özgələri yanı buraxmadım qəlbinə, öz qəlbimə. Bizim təəssüblər olsun ki, dərs əsnasında gələcəm bu məsələyə ki, hər eşidilən xəbərə inanmağımız bizim üçün minusdur, problemdir. Hər eşitdiyimizi ciddiyə almaq. Bəzən elə xəbərlər gəlir, eşidirik, görürük ki, baxmırıq onu bizə kim deyir. Fasiqdir, mömindir, ədəbli insandır, ərkanlı insandır. Ədəb təkcə bir nəzakət deyil bu qəlbdə. Mən deyərdim ki, ədəb bir dənə mənəvi intizamdır. Mənəvi intizamdır. Allaha qarşı, Allahın yaratdıqlarına qarşı. İnsan təkcə Allaha qarşı ədəbli olmur ki, insan cəmiyyətə də ədəbli olur. İnsan ailəsinə, doğmalarına, valideynlərinə, övladlarına, qonşularına, qohum-əqrəbalarına, iş yoldaşlarına. Yəni, gün ərzində hətta heyvanlara belə üzr istəyirəm. Görsən, nə qədər heyvan sevər insanlar var. Küçədə bir heyvanın, məsələn, kimsə əziyyət eləyəndə narahat olur. Və ya bir də baxarsan, hansısa bir heyvanı, ya bağlanıb, pişiyin bağlanıb, itin bağlanıb, bir torba yığıb suyu atmaq istəyiblər. Görsən, məsəl üçün, insanlar çəkirlər, paylaşırlar ki, filan iti, filan maşın vurub, atıb yolun qırağına. Baxsan, onu ürək yanğısından paylaşırlar, ürək ağrısından paylaşırlar. Yəni, heyvanlara məhəbbət də, heyvanlara istək də, bu da bir ədəbdir. Danışa bilmir, düşündə şuur yoxdur. Bizim heyvanlara incitməyə haqqımız yoxdur ki. Əksinə onlar bizə həm minik kimi xidmət edirlər, həm ətindən istifadə edirik, həm yunundan istifadə edirik, həm südündən istifadə edirik. Yəni, təkcə yaradana qarşı ədəb göstərmirik. Eyni zamanda yaradılanlara da qarşı ədəb göstərir. Bu bir dənə mənəvi intizamdır. Nəzakət deyil, mənəvi bir intizamdır. Təkcə nəzakət deyil. Həm də mənəvi intizamdır. Bu intizam da ədəbdən doğur. Qəlbin də əslində yanacağı ədəbdir. Əgər biz o qəlbin atəşini, qəlbin o yanğısını, qəlbin o susuzluğunu, sirabını ədəblə sirab eləməsək, ədəblə sirablandırmasaq, nə olacaq? Nəticədə onun yerini həva-i nəfs tutacaq, nəticədə onun yerini şəhbət tutacaq, ehtiras tutacaq, nəticədə onun yerini dünya sevgisi əvəz eləyəcək, nəticədə onun yerini mala mülkü olan istək əvəz eləyəcək, kişiyə olan məhəbbət əvəz eləyəcək, xanım-qadın olan məhəbbət əvəz eləyəcək. Çünki ədəb varsa mütləq, qıraqlara mütləq bir səd qoyacaq, yadda saxla. Səd qoyacaq. Səd qoyacaq. Baxın, ədəb, ərkan yol açır ki, insan iffətli olsun, ismətli olsun. İcazə vermir. Həyanın daxilində qərar verir. Həyanın batinində o səmimiyyəti yarada bilər. Bunun üçün ədəbə mütləq ehtiyacı var. Əmir əl-Müminin əleyhissalam deyir ki,
Hər şey ağla möhtacdır, ağıl da ədəbə möhtacdır. Ağıl ədəbə möhtacdır. Siz diqqət edərsiniz, ədəbli insanlarda bir mənəvi intizam görərsiniz, bir qrafika görərsiniz. Yerini bilirlər, oturuşun, duruşun yerini bilirlər. Bilirlər harada oturmaq lazımdır, hara getmək lazımdır, harada əyləşmək lazımdır, kimlə söhbət eləmək lazımdır. İcazə vermirlər, imkan vermirlər. Baxarsan, bir nəfər zahirən çox yaraşıqlı oğlandır, zahirən çox gözəl bir xanımdır. Bəyəm hər elçi qənənə qız versən, hər xanıma elçi getsə, hər kəsə könül versən, bu qəlb viran qalar. Görürsünüz, nə qədər zahiri gözəl görçək olsa da, qəlbinin ədəbi imkan vermir ki, hər gələn şəxsə hə desin. Nə olar onda? Onda insanın həyası gedər. Bu həyası olmayan bir şəxs, bir hədis oxumuşdum, həyası olmayan xanım duzsuz xörəyə bənzər. Bu qədər dəqiq və aydındır məsələ. Ədəb bizi nurlandırır, ədəb bizə nuraniyyət bəxş edir. O qəlbin saflığı, saf qəlb. Saf qəlb yəni avamlıq kimi başa düşməyin. Bizdə adətdir. Kimisə ürəyi yumuşaqdırsa bunu maymaq kimi baxırlar. Və bunu demişik və yenə təkrar deyirik. Bəzən biriləri sənə bir söz demirsə, o deməkdir bilmir, bilir. Sadəcə abrından, həyasından Allah xatır sənə bir söz demir. Yoxsa 2 dənə kəlmə deyər, bütün nəsildən keçər. Bir dənə söz deyər, bir ömür o söz sənin beynindən çıxmaz. Sadəcə adam etikasını gözləyir, ədəbini gözləyir. Sən də elə bilirsən ki, qarşıdakı avam adamdır, bu mənə bir söz deməz. Elə bunu hərdə belinə çıxmaq lazım, üzr istəyirəm, başına çıxmaq lazımdır. O bizdə bu cürdür, biraz dillənməyəndə az qalıb, üzrsən boynuma çıxsınlar, belimə çıxsınlar, səni tapdalasınlar, gərək dillənəsən. Ki, son dövrdə cəmiyyətdə bu cür hallar çoxalıbdır. Yəni, saf qəlb o demək deyil, avam olmaq lazımdır. Saf qəlb, yəni onu pak edirsən ki, Allaha təslim edir. Allah, bu qəlbin sahibi sənsən. Bu qəlb sənə tabi edir, səni istəyir. Allahına qovuşmaq istəyir. Məsələ budur. Ona görə həminki əvvəl sözə qayıdıram. Ədəb nədir? Ədəb təkcə bir nəzakət deyil. Allaha və onun yaratdıqlarına, xaliqə və xilqətə nədir? Mənəvi nizamdır. Mənəvi intizamıdır. Bu, birinci məsələ, əsas hissələrdən biri budur ki, insan qəlbinin yanacağı ədəbdir. Qəlbin mühərriki, qəlbin mexanizmi əxlaqdır, ədəbdir. Bu mütləqdir. İkinci məsələ, 2 təhlükəli hal var. Baxın, Əmir Əli Muminin vəsiyyətindən də biz bunu gördük. Nə dedi? Dedi, gecə oduntusu olma və sel üstündə çörçöp. Ona bənzəmə. Nədir bu gecə oduntusu? Nədir bu sel üstündə çörçöp? Nə başa düşürsünüz? Nə anlayıq biz bundan? Gecə oduntusu budur ki, yəni hatibul ləyl. Yəni gecə qaranlıqda nə yığdığını bilməyən adama deyərlər gecə oduntusu. Yəni həyatda hansı məlumatın doğru olduğunu bilmir bu adam. O görmüş adam var, deyir, vallahi müəllim, mən də adam tanıya bilmirəm. Fikir vermişsə bir adamlara, bəlkə də mən danışıram, ola bilsin bu 11 nəfərin içində adamlar var. Deyir, mən tez aldanıram, tez hissə qapılıram, tez kövrəlirəm, nə bilim, tez hər şeyə inanıram. Adamlar var, hər şeyə inanırlar. Bir dənə söz deyən kimi, hətta birinin timsah göz yaşlarına belə ağlayırlar. Bilmirlər o göz yaşının altındakı timsahdır. İnanırlar. İnanırlar. Bu adın qoyuluq, bu safdır. Yox, bu saf deyil əslində. Bu avamlıqdır. Saf qəlb bayaq dedim, avamlıq demək deyil. Biz bunu yanlış anlamışıq. Saf qəlb avamlıq demək deyil. Saf qəlb Allah sevgisindən dolu və ədəblə dolu qəlbə deyərlər. Mərifətlə dolu qəlbə saf qəlb deyərlər ki, orada başqa bir çör-çöp olmasın. Bu avamlıqdır ki, insan hər şeyə inansın. Hər şeyə könül versin, hər şeyə güvənsin. Hər kəsə əlini uzatsın. Yox, hər kəsə əl uzatmaq istəyərsən, çəkib sən quyuya atarlar, xəbərin olmaz. Biz bu cəmiyyətdəyik.
Doğmaları Yusifi quyuya atdılar, sevdikləri həbsə. Bu sözümü yaddan çıxartmayın. Doğmaları Yusifi quyuya atdılar. Sevdikləri də həbsə atdılar. Deyəcəksiniz, adam da sevdiyini həbsə atar. Bəli, sevgi Allaha yönlənməsə, o qəlb, əgər o saf qəlb ədəbə söykənməsə, bəli, nəfsə qulluq etsə, bəli, əzab verəcək ona. Ona əziyyət verəcək. Çünki Züleyxanın o sevgisi saf sevgi deyildi. Saf sevgi deyildi. Məsələ budur. Saf sevgi deyildi. Ona görə Əleyhisselam deyir ki, nə? Deyir ki, gecə odunçusu olma. Gecə odunçusu olma. Ona görə ki, olma ki, ona görə ki. Nə yığdığını bilməzsən. Nə sənin üçün faydalı bilmirsən. Mən bir dənə sual verim. Baxın, bir iş yerinə gedəndə, amma tam səmimi cavab verərsiniz. Amma ürəyinizdə, bura yazmayın. İndi istəyən burada yaza bilər, fərqi yoxdur. Amma istəyirəm bu sualı bir qəlblə, vicdanla, insafla cavab verərsiniz. Ailə quranda, bir xanım ailə həyatı quranda, bir bəy bir xanımla ailə quranda, bir iş yerinə gedəndə, bir iş quranda nə qədər axirət düşünüb gedirsiniz o işi? Yəni, mən ərə getsəm, mən xanımla ailə qursam, yeni bir işə imza atıram, yeni işə başlayıram. Axirət məsələsi nə qədər rol oynayır bu da? Neçə faiz rol oynayır? Cavab yazmayın. İstəmirəm cavab yazın. Qəlbinizdə cavab verərsiniz bu suala. Bu suala cavab tapsaq çox yaxşı olar. Çox yaxşı olar. Əgər hər addımımızda o gördüyümüz işlərdə axirət düşünməsək, biz baxın, sel üstündə çöp kimiyik. Hara gəldi bizi vuracaqlar? Hara gəldi bizi vuracaqlar? İradəmiz olmayacaq. Mühit hara sürükləsə, ora gedəcək. Kütlə psixologiyası var bəzi cəmiyyətlərdə. Qonşudan geri qalma, dala qalma məsələsi var bəzi cəmiyyətlərdə. Bu adamlar heç bir mənəvi ağırlığı və mövqeyi olmayan insan tiplərdir. Ehtiyatlı olaq belə tiplərdən. Olsun ki, indi də özümüzdə belə hallar varsa, narahat olaq. Bir işə düzəlmək istəyəndə, bir obyekt açanda, bir iş görəndə, ailə quranda, ərə gedəndə, münasibət quranda, görək, bu işin içində axirətin neçə faiz dərəcəsi var? Bu da axirətin ağırlığı nə qədərdir? Bir bax, balaca yoxsa böyükdür, yoxsa daha böyükdür, nə qədərdir? O ağırlığı nə qədər hiss edirsən? Sən müəllimsən, sən məddaxsan, sən xadiməsən, sən baxıcısan, yəni uşaq baxıcı, yaşlı baxıcısı, sən bağça müəllimisən, sən mühəndissən, sən məmursan, bir polissən, bir idarə işçisən, bir sənətkarsan, bir aktyorsan deyək ki, bir maliyyardır, ustadır, bənnadır, sürücüdür, satıcıdır, kosmetoloqdur, bərbərdir, məsəl üçün. Sən bu işin mexanizmində, iş prinsipində, bunun gedişatında bax gör, buradakı axirətin faizi nə qədərdir? Dərəcəsi nə qədərdir? Nə qədər yer tutur sənin bu həyatında? Tamam, sevdin, ailə qurdun. İstədin, ərə getdin, üzr istəyirəm. Düşündün, bir dənə obyekt açdın. Bir dənə layihə üzərində işlədin, bir işə qəbul oldun. Xülasə, müxtəlif sənət növlərindən məşğul ola bilərsən. Bax gör, mənim bu işimdə axirət nə qədərdir, nə qədər axirətə yer ayıra bilirəm. Bunun dərəcəsi, üstünlüyü nə qədər düşüncələrimdə, əməllərimdə. Onda biləcəksən ki, bu mexanizm yaxşı işləyir, yoxsa işləmir. Biz onu da yaxşı biləcəyik. Əleyhisselam, bir sel üstündə çör-çöp olma, mənası budur. Amma yoxsan, hər deyənə hər desən, hər gələn gidənə bir əl versən, görüşsən, inansan, etibar eləsən və öz iradən olmayacaq və mühit səni hara sürükləsə, ora gedəcəksən və kütlə psixologiyasına qoşulacaqsan və heç bir mənəvi ağırlığı və mövqeyi olmayan bir insan tipinə çevriləcəksən.
Bilmirəm fikrimi səlis izah edirəm yoxsa rahat izah edirəm. Hərdən bir o layiqdən duadan bir yazın ki, bilim ki fikrim aydındır sizə. Salavat zikr eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhəm. Və siz də həyatınız belə olsun inşallah. Və orada bir dənə üçüncü prinsip də var idi. Bayaq dedim axı. Əsas məqamlardan biri də var. Nankörlük. Nankörlük. Çox mühüm məsələ. Çox ağır məsələ. Nankörlük. Naşükürlük. Allah nə deyir Quranda? Quran həmin ayədindən çıxıb hansı ayədir? Ayə məzmunu belədir. Biz insana hər şey verdik. İstəyir şükür etsin, istəyir küfr etsin. Yəni istəyir şükür etsin, istəyir nankör olsun, küfr etsin. Çox təəssüf biz itirəndə qədrini bilirik. Bir hədisdə var deyir, sağlamlıq nə nemətdir, xəstədən soruş. Cavanlıq nə nemətdir, qocadan soruş. Bu siyana atırmaq olar. Qədrin bilmədiyin bir insanın ikinci cavab onu əvəz edə bilməyəcək. Yadda saxlayın. Billərin ki, qədrin bilmədiyin, düşünmə ki, ikinci cavab əvəz edəcək. Xeyr, əvəz eləməyəcək. Ondan betər olacaq. Çünki sənin üçün fərqi yox, sən qədri bilməz adamsan. Ha o insan oldu, ha bu oldu fərqi, ha o dost oldu, ha o xanım, ha o bəy fərqi yoxdur. İnsan ki, qədri bilməz oldu, xeyri yoxdur. Nəyi dəyişsən, istən motor dəyiş, istən mühərriki dəyiş, istən iş mexanı, nəyi dəyişsən dəyiş, xeyri yoxdur. O bir məsəl var, üzr istəyirəm böyüklərimizdən, deyir, zaval yoxdur, nəyəsə zaval yoxdur. Bu o insan tipidir bey adamlar. Və cahillə dostluq eləmə. Bir cümlə deyim, söz tamamlayalım. Cahillə dostluq, oturub durmaq sonu bədbəxtlikdir. Və salam, bu qədər. Və nəticədə bugünkü dərsimizdən 3 qızıl qaydanı deyim sizə. Bilmirəm, gümüş deyirsiniz, bürünc deyirsiniz. Mən üçün qızıldır. Bu qayda 3 qızıldır. Qızıldan da qiymətli bir metal varsa, bir şey varsa almaz deyərdin, brilyant deyərdin. 3 brilyant qayda deyək, də qoy belə deyək. Bu dərsdən 3 şey biz anlamalıyıq. 1. Seçici ol. Seçilən olub qurban olma. Diqqət edeyim sözümə. Seçilən olub qurbana çevrilmə. İstismar olunma. Seçici ol. Seçici ol ki, təyin eləyə biləsən. Yəni, qəlbinə daxil olan hər kəsə, hər görüntüyə, hər işarəyə, hər sözə icazə vermə. Yəni, gecə odunçusu olma. Bu birinci qayda. 2. Möhkəm ol. Yəni, kütlənin arxasınca kör-körana getmə. Hamı belə eləyir, yox, əstağfurullah. O selə bənziyir. Selin gətirdiyi çör-çöpə bənziyir. Selin üzərində olan çöplərə bənzəmə. 2. Da qısa deyirəm, da dərsdə bu nizahını verdik. Və 3. Şükür elə. Şükür elə. Sənə verilən ağıl və iman nemətinə nankörlük eləmə ki, qəlbin alçaqlığa yuvarlanmasın. Qəlbin alçaqlığa yuvanmasın. Seçici ol, möhkəm ol və şükür et. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Peyğəmbər və ali Peyğəmbər salavatla yad edək. Allahümmə salli ala Muhammed və ali Muhammed və accil fərəcəhəm.